Hormonal balansın pozulmasını biz bir neçə əlamətlə anlaya bilərik. Bəzən bunlar sizlərin endokrinoloq qəbuluna gəlməyini vacib edir. Hormonal balansı pozan problemlər hansılardır? Çəki dəyişiklikləri, xüsusən piylənməsi olan insanlar ilk olaraq döyəcəyi qapı endokrinoloqlar olmalıdır. Bundan başqa saç tökülməsi, dəri problemləri, yorğunluq, enerji düşüklüyü, depressiyalar, etdiyi idmana və saxladığı pəhrizə rəğmən arıqlaya bilməyən insanlar mütləq şəkildə endokrinoloq tərəfindən yorulmalıdır, müayinələri araşdırılıb yoxlanılmalıdır. Süd vəzlərində, kişilərdə böyümə, mütləq şəkildə əgər belə bir probleminiz varsa, hormonal balans pozulmuşdur. Bundan başqa qadınlarda adət problemləri, reproduktiv məsələlərlə əlaqədar problemlər və yaxud da deyək, davamlı baş ağrıları, hipofiz problemlərinə ortaya çıxara bilər. Boy qısalığı varsa, sümük ağrıları varsa, bu kimi sayı-hesablı şikayətlər, ən vacibi halsızlıq, yorğunluq, hər hansı səhhətinizdə yolunda getməyən bir şeylər olursa, hormonal balansınız pozula bilər. Mütləq şəkildə hormonları yoxlamaq və həkimin endokrinoloqların qəbuluna getmək, müayinə olunmağı biz tövsiyə edirik.